istəyirəm. Evlərində xəstə olanlar var, yataq xəstəsi olanlar var. Qoymayın yataq yarası əmələ gəlsin. Doktor deyir, qoydum bir həftədən. Bəli, indi büyüm mənə Ukraynadan Maksud qardaş zəng eləyib ki, mənim qohumlarım var, sizə zəng eləyəcək, deyin. Qızım zəng eləyib ki, anamın bir həftənin içində yataq yarası sümüyə qədər, fəqəriyə qədər getdi, neyniyək? Yəni, qoymayın, indi onu müalicə eləmək xeyli çətinlik verəcək. Allahın köməyi ilə kömək eləyəcək, ancaq xeyli çətinliklər olacaq. Bir də var ki, sən bunu hər gün həmin bel kürək nahiyəsini kamfer ayağından, kamfer spirtindən masaj eləyirsən. İstədiyin nə ilənsə masaj eləyirsən. Qoymursan durğunluq yarana və yara əmələ gəlmir onda. Yataq yarası. Xüsusilə bu insult xəstələrinə, infarkt xəstələrinə aiddir. Yataq xəstələrinə aiddir ki, yataq yarası əmələ gəlməyə qoymuyor. İndi birdən gördün əmələ gəldi, tez əlaqə saxlayın, məsləhət verək, formalaşmasın, artmasın. Ona görə də mən bunu niyə dedim? Çünki o adamlar üçün havalı döşək var. Yataq yaraları üçün. Bakıda var, Azərbaycanda var. Onu salırsan altına, özü masaj eləyir. Qoymur orada durğunluq yaransın və yara əmələ gəlsin. Ona görə də o insultlu xəstələr, yəni pariz, paraliz olanda o döşəklərdən istifadə eləmək çox gözəl effekt verir. Nəysə, Allah köməyiniz olsun.